الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين. Alemlerin Rabbi olan Allah'a hamd olsun. Onun sonucu Peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine ve kıyamet gününe kadar onun ardında güzel bir şekilde gelenlere Allah'ın salamı olsun. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Hocamlarına sorarım. Şahin kardeşimi ve hemsinin diğer aileni bu hoş münasibetle tebrik ederim. Allah'tan onların ailesinde olan bu hayır günler ve bu hayır gün münasibetiyle onlara bereket vermesini, hayırların onların üzerine indirmesini istiyorum. Muhammed sallallahu aleyhi ve sellem yeni evlenen cütlüler için dua ederek Allah'tan hayırlar ve bereketler isteyelim. Allah'tan isteyelim ki Muhammed sallallahu aleyhi ve sellemin etmiş olduğu duanı onlar için etmek isteyelim. Barakallahu leke ve baraka aleyke ve cema'a beynekuma fil hayr. Allah hayır üzerinden bu iki genci cem etsin, hayırlarını onlara versin. Kardeşlerim, kısa olarak bugün burada olan bütün kardeşlerime, aksakkal, emi ve dayılarıma, zaman yoldaş ve dostlarıma, kardeşlerime ve hemsinin gençlere ve ilk önce de öz nefsime kiçik bir tövsiye etmesiyle bu da İslam dininin en ezametli ve Müslümanın en üstün hallarından ve nefslerinden olan güzel ahlak hakkında olacak. Biz kardeşlerim, güzel ahlak dediğimiz zaman ahlakın ve onun güzelliğinin manaları geniştir, büyüktür. Bazı insanlar diyor ki güzel ahlak değerler kiminse sakit durması, boynunu bükerek sesini sarkmaması demektir. Lakin güzel ahlak bundan daha üstündür. Hansı şey kardeşlerim, İnsan hemdidir Allah'a, ailelerin Rabbine, hansı ki əxlaqı mizanla en ağır gelen emellerden edir. Hansı ki Rahman'a yakınlaşmağın ve yakın olmağın en üstün yollarından edir. Hansı ki kardeşlerim Muhammed sallallahu aleyhi ve sellem hakkında danışıldığı zaman deyilen de söylenilen bu ilişkilerle huyumuhul Kur'an. Onun əxlaqı Kur'an'la yaşamaydı. Onun əxlaqı Kur'an'ı tətbiq etməkdir. Onun əxlaqı Kur'an'ın əmirlərini itaat etmək, qadağalarından çəkinmək və bunu insanlara güzel bir şekilde çatdırmaqdır. Və həmçinin kardeşlerim, onun sahabeleri bu güzel əxlaq üzərində yaşadılar. Onun mədrəsəsindən, məktəbindən güzel bir şekilde dərslər aldılar. Və eləcə də onu Müslümanlara çatdırdılar. Öğrettiler ümmete əxlaq nədir, ədəb nədir? Çünkü her milletin, dövlətin, her yerin, her cemaatın əxlaq adlandırdığı, özü üçün ölçü koyduğu ve ölçü götürdüğü bir prinsipler var. Lakin kardeşlerim, əxlaq o zaman əxlaq olur ki, əxlaq o zaman güzel olur ki, onu Allah sevir. O Allah'a yakınlaştırır ve həmçinin Rasulü sevir. Ve həmçinin Rasulü edib. Ve həmçinin Rasulü öyrədib öz sahabələrinə ve onlar da digərlərinə çatdırıb. Əxlaqın gözəli o zaman gözəl olur. Çünkü kardeşlerim, əxlaq bu ikinci dərəcəli olan bir məsələ deyil. Əksinə bu dinin cövhəridir. Hansı ki insanın dini də, ədəbi də, cəmiyyəti də, fərdi də, milləti və dövləti də bunun üzərində qalxır. Hansı ki kardeşlerim, bu əxlaq sadiq müminlə, doğru müsəlmanla yalancını ayırır. Kim sadiqdir sözündə, əməlində, kim isə deyil. Bunun için kardeşlerim, bəzi hallar var ki, əxlaq nə olanda, necə olanda əxlaq olur və gözəl olur.
və həmçinin əxlaqın üstünlükləri nədir? Qısa olaraq bu barədə qardaşlarıma tövsiyə etmək istəyirəm. İlk öncə qardaşlarım, insan bilməlidir ki, gözəl əxlaq mizanda qiyamət günü əməllərin çəkiləcəyi tərəzidə ən ağır gələn və Allahın məhəbbətini gərəkdirən səbəblərdəndir. İnsanın əxlaqı qiyamət günü tərəziyə qoyulduğu zaman ən ağır gələnlərdən və olanlardan olacaq. Həmçinin Allahın sevgisini insana gərəkdirir. Allah Azze ve Celle Qələm surəsinin 4-cü ayəsində öz Peyğəmbərini tərifləyərək, ona səna edərək, onun haqqında deyir ki, وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ Şübhəsiz ki, sən əzəmətli bir əxlaq üzərindəsən. Onun üçün Muhammed sallallahu aleyhi ve sellemin həyatına baxılı, yaşayışı, yatışı, duruşu, yeməyi və içməyi, evə girməyi və çıxmağı, meçiddə olmağı, ailəsi ilə davranmağı nə olubsa, o zaman bilirsən ki, bunun hər biri ən üstün və ən gözəl əxlaqdır. İnsanlarla davranışı necə olubsa, bunu bilmək üçün qardaşlarım, insan oxumalıdır Muhammed sallallahu aleyhi ve sellemin hədislərini. Və Allah Resulü buyurur ki, qiyamət günü mizanda müminin əxlaqından daha ağır gələn bir şey olmayacaq. Əməllər içərisində hansı ki insana buyurulub, mizan tərəzidə öz növünə aid olan əməllərdə əxlaq ən ağırı gələcək qardaşlarım. Onun üçün Ali ibn Abi Talib ədəbin, əxlaqın, gözəl davranışın, gözəl əxlaqlı insandır deyilməyin hansı şeylər üzərində olduğunu bəyan edir. Çünki qardaşlarım, bayaq dediyimiz kimi insanlar əxlaqa öz yaşayışlarına görə donlar geyindirir. Ölçülər biçir əyninə, lakin bəzən kiminsə əxlaq dediyi əxlaqsızlıqdır, kiminsə gözəl dediyi çirkindir. Onun üçün qardaşlarım, mizan olmalıdır, tərəzi. Kimin gözəl dediyi əxlaq əxlaqdır, kimin həyatını üzərində qurduğu əxlaq gözəl əxlaqdır. Allahın əmr etdiyi, üzərində olmağımızı istədiyi gözəl əxlaqdır. Muhammed sallallahu aleyhi ve sellemin yaşayışı gözəl əxlaqdır. Onun üçün Ali ibn Abi Talib deyir ki, haramlardan çəkinmək gözəl əxlaqdır. Haramdan qaçmaq birinci gözəl əxlaqdır. Halal, ruzu tələb etmək gözəl əxlaqdır. Və həmçinin ailə üçün onların ehtiyacı qədərində malından xərcləmək gözəl əxlaqdır. Subhanallah. Gör sahabələrin gözəl əxlaq anlayışı, insanlara çatdırması nə idi? Haramdan qaçmaq, halal qazanmaq və ailəyə onların ehtiyacı qədər onlara xərcləmək. Şeyx İbn Bəz rahiməhullah, Allah ona rəhmət etsin, ümmətin ən böyük alimlərindən zamanımızda və əsrimizdə buyurur ki, bu hədislərin hər biri hansı ki əxlaq haqqında gəlib, hansı ki Allah və onun Rasulü bizə deyib və söyləyib, bunların hər biri əxlaqın, ədəbin nə qədər üstün bir əməl olduğunu göstərir. Hansı ki insan bunun üzərində çalışmalıdır, öz işini buna görə qurmalı, öz nəfsini bununla müalicə etməlidir. Hətta onun qardaşlarıyla cəmiyyətində, elində, obasında, dövlətində və millətində davrandığı, əlaqə qurduğu hər bir kəslə əxlaqı gözəl olsun deyə. Qardaşlarım, qiyamət günü əməllər tərəzidə çəkiləcəyi üçün heç bir zaman yalan danışmayan, daiman sadiq olan, sözü Allah tərəfindən təsdiqlənən Muhammed sallallahu aleyhi ve sellem deyir ki, qiyamət günü tərəzidə əxlaq ən ağır gələn əməllərdən olacaq. Hansı ki, Rahmana yaxınlaşdırar, hansı ki, insanlar arasında insanın tərəzisini və özünü qaldırar və qiymətə mindirər. Qardaşlarım, ikinci məsələ, gözəl əxlaq insanı yüksək dərəcələrə qaldırar. İnsan gözəl əxlaqla yüksək dərəcələrə qalxar insanların gözündə də,
İnsanlar ona hörmət edər. Necə ki, qardaşlarım, insanın özünün xasiyyətinin yüngül olması, necə bizdə el arasında deyirlər, adamın düşük olması, insanı gözdən salır, zarafatının çoxalması, kiçik, böyük bilmədən sözlərini israf etməsi, sərf etməsi insanı alçatdığı kimi, hörmətdən saldığı kimi, eləcə də gözəl əxlaq, insanın özünün çəkisinin olması, gözəl əxlaqla davranması onu hörmətə mindirər, qardaşlarım. Ali İmran suresinin 159-cu ayəsində Allah Azze ve Celle Muhammed sallallahu aleyhi ve sellemin qəliz və şiddətli olmamasını səbəb göstərir ki, insanlar sənin ətrafına yığışdılar. Əgər sən qəliz olsaydın, sərt, kötü qəlbli olsaydın, onlar sənin ətrafından dağılışıb gedərdilər. Subhanallah. Bu, qardaşlarım, yer üzərinə ayaq basmışların ən üstünü olan Muhammed sallallahu aleyhi ve sellemə deyilən bir sözdür. Və bu Allah tərəfindən olur, qardaşlarım. İnsana ədəbin verilməsi, əxlaqın ona yüklənilməsi və insanın da bu gözəl ədəb və əxlaqla yaşaması Allah tərəfindəndir. Onun üçün insan bunu həm öyrənməlidir, həm qazanmalıdır, həm də bununla yaşamalıdır. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, mömin gözəl əxlaqıyla oruç tutanın, gecə nafilə namazı qılanın dərəcəsinə yüksələ bilər. İnsan gözəl ədəbi ilə, qardaşlarım, nafilə oruç tutanların, nafilə gecə namazlarına qalxanların dərəcəsinə qalxa bilər. Hansı ki, gecə yerində yata-yata olur bu. Lakin gündüz hansı əxlaq üzərində olacaqsa, onu yüksəldən də, ucaldan da odur. Ənəs ibn Məlik, Allah ondan razı olsun, deyir ki, bir insan gözəl əxlaqıyla cənnətdə uca dərəcələrə qalxacaqdır. Hansı ki, onun digər əməlləri elə də böyük olmayacaqdır. Şeyx ibn Ütheymin rahimehullah, qardaşlarım, deyir ki, gözəl əxlaq, ədəbli olmaq cənnətə girməyə səbəblərdəndir. Necə ki, bu barədə Muhammed sallallahu aleyhi ve sellem'dən çoxlu hədislər varid olmuşdur. Qardaşlarım, bu çox təəccüblü olan bir haldır. İnsanlardan bəziləri nafilə oruclar tutar, gecələrini qiyamda qalxar, lakin ədəbi ilə, əxlaqı ilə insanlara əziyyət edər. Necə ki, Allah Resulü bir qadın haqqında danışanda soruşurlar, gündüzü oruc, gecəsi namazdadır, lakin qeybət eləyir, əziyyət eləyir qonşusuna. Və onun dərəcəsinin nə qədər aşağı olduğu, qeybəti ilə iftar etdiyi və öz əməllərini puç etdiyi bəyan edilir, qardaşlarım. Onun üçün insanın əxlaq üzərində olub, gözəl bir şəkildə, gözəl əxlaqla davranması onun cənnətə girməsinə səbəb olur. Və həmçinin, qardaşlarım, gözəl əxlaq səbəbdir insanların məhəbbətini qazanmağa. İnsanların məhəbbətini qazanmağa. Muhammed sallallahu aleyhi ve sellem hədisdə, İmam Tirmizinin rivayət etdiyi hədisdə deyir ki, sizin içinizdə mənə ən sevimli olan, yəni mən sevirəm o kəsi və mənə ən yaxın olan qiyamət günü əxlaqı gözəl olanlar olacaqlar. Kimin ki əxlaqı gözəldir, kimi ki mən sevirəm və mənə sevimlidir və qiyamət günü məclisləri mənə yaxın olacaq, əxlaqı gözəl olanlardır. Ali radiyallahu anh deyir ki, qardaşlarım, gözəl əxlaq, insanın gözəl digər insanları gülümsəyərək qarşılamasıdır. Onlardan əziyyəti götürməsidir. Kimsə, qardaşlarım, üzündən pislik yağan, insana xoş gəlməyən bir üzlə, bir sifətlə kimsənin onu qarşılamasını sevməz. Və həmçinin bu gözəl əxlaq deyil. Gəldiyin zaman qarşılaşdığın insanlara
Gülümsəyəcəksən. Bu Allah Rasulunun ədəbi və əxlaqıdır. Əgər o ədəb üzərində deyilsənsə, əgər o əxlaq üzərində deyilsənsə, sənin ədəbdən də, əxlaqdan da payın yoxdur. Ədəbsiz deyiləcək qədər olarsan. Necə ki, qardaşlarım, ədəbin qismi və növüdür. Qardaşlarınla qarşılaşdığın zaman gözəl şəkildə onlara gülümsəmək və ikinci hissəsi deyir ki, onlardan əziyyətin qaldırılması. İnsan pis üzlə qarşılanışdığı zaman ona əziyyət eləyir. Ona əziyyət eləyir. Onun üçün, qardaşlarım, gözəl əxlaq, gülümsəyən, müsəlman qardaşlarına qarşı gülümsəyən üz, Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. Abdurrahman Əs-Sə'di rahiməhullah deyir ki, qardaşlarım, insanlar sevirlər. Kim ki onların üzünə gülümsəyər, kim ki onlara gözəl davranar, kim ki öz qəlbindən qardaşlarına qarşı həsədi, kini və paxıllığı çıxardar. Onun üçün, qardaşlarım, insan baxmalıdır ədəbinə, əxlaqına hansı hal üzərində olacaq. Və həmçinin, qardaşlarım, gözəl əxlaq insanlara yaxşılıq etməkdir. Gözəl əxlaq onlardan pisliyi uzaqlaşdırmaq və uzaq tutmaqdır. Necə ki, Muhammed sallallahu aleyhi ve sellem İmam Müslim'in rəvayət etmiş olduğu hədisdə deyir ki, Əl-birru husnul xuluq. Yaxşılıq gözəl əxlaqdır. Gözəl əxlaq yaxşılıqdandır. Həsən-ül Basri rahiməhullah deyir ki, qardaşlarım, gözəl əxlaqın həqiqiliyi səndən soruşulsa, gözəl əxlaq nədir? De ki, bu insanlara gözəl davranmaq, onlara əziyyət etməmək və gülər üzlülüydür. Bir adamın üzündən, necə bizdə deyirlər, zəhirmar tökülməməlidir. Baxanda adama bu zəhər tuluğudur deməməlisən. Toxunsan, bəlkə zəhərlənib ölərəm. Üzündən elə əqrəb zəhəri tökülür adamın. Onun üçün, qardaşım, sənin üzün malından xərcləyə bilməsən belə, sədəqə vermək üçün vasitədir. Gülümsəyəcəksən müsəlman qardaşımın üzünə. Çünki sərt durmaqla, zəhirmar tökməklə, pislik sərf etməklə sən gözəl əxlaq və ədəb üzərində deyilsən. Onun üçün, qardaşlarım, sələflər, ümmətin öndərləri əxlaqı 3 kəlmə ilə izah edərdilər. Bu, qardaşlarım, insanın sözündə gözəl danışması, əməlində, feillərində gözəl olması və həmçinin əziyyəti öz qardaşlarından uzaq etməsi üzərində qurardılar. Və həmçinin, qardaşlarım, ədəbin və ərkanın üzərində qalxdığı rükunları var. Hansı ki, gözəl əxlaq bu rükunların, divarların və sütunların üzərində qurular. Necə ki, Muhammed sallallahu aleyhi ve sellem hədisdə deyir, güclü insan o deyil ki, qarşısındakının dizini yerə vursun, onu əssin, sındırsın, qolunun gücü ona çatsın. Güclü insan odur ki, qardaşlarım, qəzəbləndiyi zaman, gücü çatdığı zaman, intiqam almağa qadir olduğu zaman bunları etməsin. Sələflər deyirdilər ki, qardaşlarım, İbn-i Qayyim rahiməhullah deyir ki, ədəb və əxlaq 4 sütun üzərində qurulur. Ədəbin, əxlaqın, gözəl davranışın 4 sütunu var, 4 dirəyi var, hansı ki onların üzərində durar. Əgər bunlar olmazsa, bu dirəklər olmazsa, ədəb və əxlaq ayağa dura bilməz. Birinci, qardaşlarım, səbirdir. İnsan səbirli olacaq. İnsanın səbirli olması gözəl əxlaqının göstəricisidir. Ona qarşı edilənlərə qarşı səbirli olacaq, eynisinin intiqamını almayacaq. Bu əxlaqın rəzilidir. Allah bizə bağışla, əff et, keç. Ədəbi öyrədir sənə. Səbri öyrədir. Onun üçün, qardaşlarım, insanın səbirli olması gücünün yetdiyi halda qarşı tərəfə əziyyət etməməsidir. Qarşı tərəfdən intiqam almamasıdır.
Sonra iffətdir qardaşlarım, ikinci sütun, hansı ki ədəb və əxlaq onun üzərində qurulur. Sonra isə şücaətdir, qorxaq olmamaqdır. Qorxaqlıq qardaşlarım, haqdan qaçmaqdır. Haqqı görməmək, haqdan yan durmaqdır. Və həmçinin dördüncü isə ədalətli olmaqdır. Ədalətli olmaqdır. İbn-i Qayyimin Rahiməhullahın dediyi qardaşlarım, səbr etmək, bu insanın sinəsinin geniş olması, ona qarşı edilənlərə gücünün çatması və götürməsi ilə olur. Musa aleyhisselam qardaşlarım, ona Rasulluq verildiyi zaman ilk duası Rabbi şrahli sadri, ey Rəbbim, sinəmi geniş etdi. Onun üçün alimlər deyir ki, birinci, sinə genişliyi elm tələbələrinə, alimlərə, dəvətçilərə lazımdır. Sonra isə digərlərinə. Sinəsi geniş olmayan bir kəs dəvətçi ola bilməz, elmə çağıra bilməz, başqasına öyrədə bilməz. Əlinə mikrofon alıb danışırsa belə yalancıdır, öz dediyini əməl etməyəndir, ədəbdən payı olmayan, bildiyini, öyrəndiyini yaşamayan biridir. Sinə geniş olacaq. Nəydə? Bu dəvətdə qarşılaşacağın çətinliklərə, insanların sözünə, onların baxışına, sənə davranışına, sənə dil uzatmasına, özvə, dinivə, bəzən saçva və saqqalva, bəzən paltarva, bəzən balaqva, özlərində çatmayan metrlərə yox, səndəki 3 santimetrə, dil uzatmalarına sinən geniş olmalıdır. Əgər sinə genişliyi yoxdursa, sən nə dəvətçi olasan, nə də gözəl, ədəb və əxlaqlı bir müsəlman. Müsəlmanın ədəbi və əxlaqı dəvətində, çünki hər müsəlman qardaşlarım potensial bir dəvətçidir. Allah Rasulü deyir ki, məndən bir ayə olsa belə çatdır insanlara. Dəvət etmək üçün alim olmaq lazım deyil. Dəvət etmək üçün qardaşlarım, dəvət etdiyim bir ayə olsa belə onu mükəmməl bilmək lazımdır. Çünki bir insan elmin bütün növlərində alim ola bilməz. Fiqhi bilsin, mirası bilsin, zəkatı bilsin, hamısı mümkün deyil sən özündə cəm edəsən. Amma ən azından bir şeyi bilirsənsə, insan hər şeyə dəvət etməməlidir, lakin bildiyi bir şeyə dəvət etməlidir və sinəsi geniş olmalıdır. Yoxsa qardaşım, bu yolda nə dəvətçi, nə alim, nə də süravi uğur tapmayacaq, nicata yönələ bilməyəcək. Sonra isə qardaşlarım, həlim olmalıdır, yumşaq olmalıdır. Hər nə gəldi burnunu qaldırıb, mən bunu istəmirəm, ona getmirəm, bunu demirəm. Bu dəvətçinin vəsfi deyil, bu sənin sifətin deyil. Sən ortadasansa, qardaşım, gəlib gedənin sənə dəyməsinə də, çiyin vurmasına da, söz atmasına da sən təhəmmül sahibi olmalısan, həlim olmalısan. Qəlbin yumşaq olmalıdır. Sərtlik, qardaşlarım, neydə olacaqsa, dədə babamız deyib arada, tüt sirkə öz qabını çatladar, qardaşım. Hətta öz qabını belə çatladır, sındırır və yerə dağılır. Öz qabında belə qala bilmir. Və həmçinin qardaşlarım, iffətli olmaq, İbn-i Qayyim Rahiməhullahın dediyi ikinci sütun. Bu qardaşlarım özündə əxlaqın rəzilindən uzaq durmağa, haramdan kənar çəkilməyə, gözü qorumağa, övrətin halaldan başqasında istifadə edilməməyə səni göstərir. O zaman əxlaqlı olasan. Və həmçinin ədalətli olmaq. Bu ixtilaf vaxtı, qardaşım, Allahın sənə əmr etdiyidir. Kiminləsə sənin aranda ixtilaf ola bilər. Ədalətli deyilsənsə, ədalətə yanaşmırsansa, haqqı eşitməyə qulaqları açmırsansa, əxlaqdan payın yoxdur sən. Ədalətli olmalıdır insan, zalim olmamalıdır. Çünki qardaşım, zülüm hər növü ilə, zülüm tək o deyil ki, kiminsə başına bir qapaz vurasan, ayaq altına salıb tapdayasan, döyəsən və yaxud da söyəsən. Qəlbində belə kiməsə qarşı,
ədalətsiz olmusansa və sən bunu bilirsənsə, sən zalimsan. Rəbbim məzlumun haqqını səndən mütləq alacaq. Sən istəməsən belə. Bunun əksi nədir qardaşlarım? Təkəbbürlü, haqqı qəbul etməmək və haqdan kənar çıxmaq. Haqdan kənar çıxmaq. Qardaşlarım, bu məsələ haqqında geniş və uzun danışmaq olar. Sözlər çoxdur. 10 bənddən ibarət olan bir nəsihət idi. Lakin 5-i ilə kifayətləndim. Burada bizim qardaşlarımız da var. Nəsihət edəcək, tövsiyə edəcək, söyləyəcək sözləri var. Onun üçün, əlhamdülillah, bu qədəri ilə kifayətlənirəm. Allahdan istəyirəm ki, Allah Azze və Cəllə bizləri eşidib, fayda alanlardan etsin. Ədəbimizi, əxlaqımızı Allahın sevdiyi, razı qaldığı, Rasulunun bizə öyrətdiyi, sahabənin bizə dərs keçdiyi, yaşadıqları kimi olanlardan etsin. Yenə də qardaşımı təbrik edirəm. Allah Azze və Cəllə toyunu Şahin qardaş mübarək etsin, xeyr üzərində etsin, xeyirləri bu ailəyə versin, dini üzərində onların dünyada həyatını uzatsın və onlara xeyirli, salih, dininə yönələn, əməl edən və dini üzərində ədəbli və əxlaqlı olan salih övladlar versin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.